günləri biz Photoshop'da yeni sadə seçim alətlərini öyrənəcəyik. Sadə seçim alətləri bu hissədə yerləşir. Misal, rectangle marquee toolu götürürük, ərazini seçirik, sonra delete işarəsinə basırıq. Və baxın, şəklimiz silinmir. Silinməməsinin səbəbi burada şəklimizin qıfıllı olmasıdır. Qıfılı qaldırıb, yenidən delete basırıq. Artıq bizim şəklimiz silindi. Əgər biz kənarların silinməsini istəyirsə, seçilmiş ərazidə select, sağ düyməni basıb select invert eləyirik. Bu zaman kənarlar silinəcək, şəklimizin seçdiyimiz hissəsi qalacaq. İndi isə biz digər ellips marquee toolu götürürük. Eyni formada shift'e basılı tutub ərazini seçirik, delete basırıq. Artıq həmin hissə silinib. Yenidən Ctrl-Z eləyirik. Sağ düymə Select Inverse. Bu zaman kənarlar silinir, seçdiyimiz hissə qalır. Ctrl-Z eləyib geri qaydırıq. İndi isə digər sadə seçim alətlərindən biri olan Lasso tool. Lasso toolun digər toollardan, yəni sadə seçim alətlərindən fərqi ondan ibarətdir ki, sərbəst seçim edir. Baxın, bu formada istədiyimiz kimi sərbəst əyri xətlərlə seçim edə bilir. Yenə eyni formada delete basıb ərazini silə bilirik. Daha sonra seçilmiş yerdə sağ düymeye basıb select invert edə bilirik. Bu zaman kənarlar silinəcək, daxili qalacaq. İndi isə digər Polygon tool. Polygon tool isə kənarları olan figurları seçmək üçündür. Misal, baxın, kənarları var deyə rahatlıqla buradan seçə bilirik. Seçdiyimiz ərazini kəsib çıxarda bilirik. Misal, indi. Müddət ağız hissəsi birləşməlidir. Yəni, nöqtə ən son nöqtə ilə ən başlanğıc nöqtə birləşməlidir ki, bu tip formada seçim edə biləsiniz. Ctrl-J eləyirik və baxın, seçdiyimiz ərazini rahatlıqla çıxarda bilirik. Eyni formada burada da yenə sağ düymə Select Invert eləsə, kənarları çıxardıb seçdiyimiz ərazini saxlaya bilirik. İndi digər seçim aləti olan Magnetic tool'dan. Magnetic tool sadəcə kənarları ilə hərəkət elətdiririk. Hərəkət elətdikcə artıq o özü kənarlıqları görür, seçim etməyə başlayır. Baxın, sadəcə yavaşca formada hərəkət elətdiririk. O özü kənar hissələr təyin edir. İndi isə gətirək, birləşdirək, kəsək. Bu hissəni seçdik. Ctrl-J eləyirik. Baxın, seçdiyimiz ərazi buradadır artıq. İndi isə gəlirik, Ctrl-J, Ctrl-D deaktiv edirik. Bizim sadə seçim alətləri Lasso tool, Polygon tool, Rectangle tool, Ellips marquee toollardır. Biz buradakı seçim alətlərimiz bizim sadə seçim alətləridir.